sevimli məqama çatdıq. Artıq bütün kontrollardan keçirsən və rahatlıqla təyyarə zamanını gözləyirsən. Əslində gecəni yatmamışam. Cəmi 10 dəqiqə ya 15 dəqiqə yatmışam, yatmaq sayılarsa o. Amma buna baxmayaraq çox da gümraham. İndi həmişəki kimi adət-ənənəmizə sadiq qalaraq gedirik Premium Bankın lounge'una. Kart sahibləri üçün ildə limitli şəkildə bura giriş pulsuzdur. Seninki blinçik. Mən seninki bir də blinçik istəyirəm. Sağ. Baxın, burada keçən mənzərədir. Burada da... Biz qoymuşam xora şeyləri. Harada? Sıraya baxın, zəhmət olmasa. Biz hələm də gözləməkdəyik. Ekipaj hələ heç gəlməyib, havada küləklidir. Deməli, nihayət keçdik. Yəni, ən qəribəsi o idi ki, söylədilər ki, işçilər yoxdur. Hələ ki yoxdur və biz əslində indi uçmalıydıq, amma hələ ki yeni samolyota giririk. Oy Allah. Budur, gəlib çatdıq İstanbul'a. Hal-hazırda bilet aldıq və 6 nəfəri 70 manat. Yəni buradan havalimanına Taksimə getmək üçün adam başı hardasa 12 manat civarında ödəməlisiniz. 45 dəqiqə yol gəldikdən sonra biz gedirik apartmana. Hava qəşəngdir, amma onu da deyin ki, eyni zamanda küləklidir. Bir dənə bu mənzərəyə baxın, zəhmət olmasa. Qalacağımız apartmenti su basmışdı və tavanı bütün tökülmüşdü. Deməli belə biz yatırıq, yuxumuzu aldıq. İndi isə yemək yeməyə gedəcəyik, çünki artıq saat 5-in yarısıdır. Daha sonra gəzəcəyik buraları. Ya bırakacağım, buyurun. Maraş dondurması. Burada Taksim'dir. En yaxşısı belə ev sayağı yeməklərdir. Börək seçirik. Bu içli köftə də çox dadlı olur. Gəlin tez, gəlin. Yeniden bu tərəfə qayıtdıq. İndi Qalataya, Sultanahmetə, əsas yerlərə gedib dəymək istəyirik. Ən çox insan olan küçəyə. Vay. Baxın orada nə qədər adam var. Vay. Və qatar çəkişi. Bilmirəm, bu qatar sayəsində buranın xüsusi ab-havası var. Heç vaxt ama bu qatarı tutub o yanda şəkil çəkdirə bilməm. Gəldik burada düz Taksimdə olan mini mall kimi bir yerdir. Həm səhərində o vaxt dedik, həm də mağazalara baxaq. Onsuz da gündür. Normal gəzdirmə də şəkil çəkdirmək olur. Suvenir aldılar dostlar və həmişəki kimi Üzeyir Mehdi zaten yerə. Sevinciyə düşüb hədiyyə verdilər bana. Sağ olsun. Sevirmişler Azərbaycan'ı. Gerek magazinlere baka gəzirik. iShopping almadan sadece. Window shopping, iShopping. Geldik Galata'nın yanına. 5 dəqiqəlik turumuz sona çatdı. Gedirik. Burada lokum Şirniyyat mağazasının qabağında paylayırlar və belə bir lokum
dadımlıq verdilər. Çox dadlıdır. Bu küçələr nə qədər kaloritli olsa da, sevsəm də o qədər çətin düşmək. Bir dənə baxın. İndi artıq yavaş-yavaş gün batımına doğru gedirik və hava sərinləşir, sərinlənir, daha normallaşır və gəzmək mümkündür. Yavaş-yavaş mənim də əhval-ruhiyyəm ona görə qalxdı. 2-3 şey istəyirəm sınamaq. Onlardan biri, deməli, birincisi ilk növbədə midye dolması istəyirəm. İkincisi sarma, həqiqətən dadlı olacaq sarma. Üçüncüsü də dəniz kənarı balıq ekmək, yanında da o turşu suyunu. Adını unutmuşam. Axşamda sonra bayaq denədiyimiz o lokumdan çay içmək. Biraz çox şey istənir. Geldim de Sultanahmet tərəfə. Buradan yavaş-yavaş kapı və o Eminönü tərəfə düşəcəyik yenidən. Baxın. Çok tatlıdır. Belə tip adi qarğıdalı yeyirdirmişəm burada. Həm təmizləmiş. Ama bu çok tatlıdır. Başka cür hazırlanır. Deməli bu qarğıdalılar hər adım başı satılır. Hamımızda yəni ən azı bir ədəd yedik. Və bəzilərimiz hətta 2 ədəd yedik. O qədər dadlıydı. Kafeler var. Düz gözümüzün qabağında her şey hazırlanır. Yemək hazırlanır, mantı bükülür. Deməli, həmin o dediyim qarğıdallar 50 TL'dir. Bizim puldan 2 manat 15 qəpikdir. Qiyməti də əladır, dadı da super idi. Üstü duzlu, düz öz yerində, amma duzdan əlavə də qarğıdalın həm özü dəhşət şirin idi, həm də sanki üstünə şəkər tozu da əlavə etmişdilər. Gördüyünüz kimi adım başı bu qarğıdallar var. Şimdi gedirik yavaş-yavaş Eminönü tərəfinə, o tərəflərə balıq ekmək yeməyə. Belə bir parkdır. Burada fontan da var körpüylə. Hayır, karanlıkta tam olan görüntünü ötürmək olmur. Buna baxın, nə maraqlı düzəldiblər. Paxlavadan Türk bayrağı. Belə. İbrahim Bey, nə düşünürsünüz? İyi, afiyet olsun. Sarma istəyirəm, bir də midye. Balıq ekib. Ay Allah. 5-ci dəfə gəldik Eminönü'yə və burada balıq ekmək yemək istəyirik. Burada gözümüzün önündə balıqlar qızardılır və dəniz kənarı əyləşir, balıq ekmək yeyirsiniz. Midyəni də taxdıq eyni məkandan bu turşu suyuyla, suyunu içirlər. İndi balıq ekməkləri gözləyirik. Bizim özel. Balık ekmek kafelerdir. Hamısı. Və standart qiymət 200 TL'dir.
bizim pulla 9 manata yaxın. İndi isə yavaş-yavaş gedirik Galata Port tərəfə və gəlib çatdıq Galata Porta. Sizin üçün qısa bir hissələr ola bilər. Hayf qaranlıqdır, görünmür. Artıq çox yorulmuşuq. Sizin üçün qısa hissələr ola bilər, amma biz bugün ərzində və bir neçə saat ərzində əsas bütün yerləri gəzmişik və hal-hazırda 22.000 addım etmişik. Hələm yenə evə qayıtmaq yolumuzda var. Hadi Türkiyə yolları. Dağıstı park. Ya baxın nə qədər gəlməliyiz. Qalxmaq lazım. Hər adam bu yol qalxmaq. Müalicələrin davamı. Axırıncı kim məsəl? Niyə nəfərkən? Günümüzü sonlandıraraq çay içmək qərarına gəldik. Və belə küçədə əyləşib çay içəcəyik. Digər mağazada da digər şirniyyatlar var. Baxın, belə. Gəldik Simit Sarayına səhər yeməyi yeməyə. Həmçinin bu arada bugün başqa şəhərə gedirik, yola çıxırıq. Ona görə yola nələrsə almalıyıq. Bahadır, kapalı da var. Ümumiyyətlə, qrup şəklində olan səyahətlər komanda ilə, xüsusən də gənclər dolu komanda ilə çox əyləncəli, maraqlı və canlı şəkildə keçir. Daha aktiv olur. Aktivliyə gəldikdə isə bundan öncəki gün o qədər çox gəzmişdik ki, bir axşam ərzində 25.000 addım etmişdik, təsəvvür edin. Və burada mən biraz ağılsızlıq etdim, düşünmədim, hətta onu deyərdim. Yuxuluyduq, çıxdıq gəzməyə. Mən də paltarla sandaletlərin daha uyğun olduğunu düşünərək giyindim. Amma onu nəzərə almadım ki, biz çoxlu gəzəcəyik. Bir neçə saatın ərzində bir çox əsas məkanlara gedəcəyik və gərək mən ayağıma qapalı ayaqqabı, krasovka, rahat bir sport ayaqqabı giyinərdim. Burada həqiqətən özüm biraz ağılsızlıq elədim, yəni düşünmədən hərəkət etdim və nəticədə heç də yaxşı bir şey baş vermədi. Bu arada bir dənə mənzərəyə baxın, dənizin rənginə baxın, görün nə gözəldir. Burada artıq avtobusla yollanırıq hava limanına. Bizi oradan götürürlər. Komanda ilə yollanacağıq digər şəhərə, Çanakkale'yə. Və Çanakkale'də bizi gənclər üçün təşkil olunmuş kemp gözləyirdi. Biz gəldik Sabiha Gökçen hava limanına. Buradan avtobus bizi gözləyəcək. Birlikdə gedəcəyik Çanakkale'yə. Və market də var hətta. İndi də görək nə var. Mənim neçə vaxtdır ürəyim çox sarma istəyir. Və ən son Kapadokiyada olanda orada ev səyağı restoran var idi. Orada dadına baxmışdım. O qədər bəyənmişdim ki, daha sonra Bakıda da bir dənə restoranda yeyəndən sonra dadını bəyəndim. Çünki daha öncə sevmirdim. İndi də burada marketdə var idi əslində. Sonuncu qalmışdı. Qızdan soruşdum ki, təzə deyə yox. Dedi ki, açığı desəm 2-3 gündür də artıq gəlib. Ona görə almadım, amma nəsə çox ürəyim istəyir bundan. Deməli, burada saxladılar, dayanacaqdı. Hello. Hey. İndi 20 dəqiqəmiz var. Sarma tapmalıyıq. Başqa bir şey tapmadığım üçün burger şeydən. Peynir çubuğu var. Free və yanında yol üstü marketdeyiz. İçində burada mini kafe kimi də fəaliyyət göstərir. Sendviçlər falan alıb burada əyləşə bilirsiniz.
Qayıdaq indi mənim ağılsızlıq etdiyim o həmin hərəkətin nəticəsinə. Mənim ayağımda mozol, yəni qabar əmələ gəldi və nəticədə mən ayağımı yerə basdalaya bilmirdim. 3 gün normal gəzib hərəkət edə də bilmirdim və ona görə də həmçində vaxt azlığı baxımından Çanaqqaləni heç gəzib görə bilmədik. Şu müzik. Ezme oyununda taptılar. Senin orada oyunu bitirdikten sonra orada oturduk falan. Tren Baku. Gelin gelin. Bilmirəm, yəni alın. Çikolatalarınızı ortak olabilir miyim? Alabilir miyiz? Ne var diye. Kim ne isterse gelsin alsın. Ne kadar borçlar var? Tamam mı? Və təəssüf ki, ayağım şiş olduğuna görə və heç ayağımı yerə qoya bilmədiyimə görə bu oyunda çox iştirak etmək istəsəm də mənə dedilər ki, ayağın ağrıyırsa sən gəlmə, çünki bir neçə saat ərzində çox aktiv şəkildə oyun oynadılar, komandalara bölünüb və kim daha tez tapşırıqları yerinə yetirdisə o qalib gəldi. Deməli, indi dayanacaqdayıq. Burada yaxında da mol var. Yəni daha doğrusu dayanacaqda. Çanakkale'də İstanbul'a dönürük. Sabiha Gökçen'e gedirik. Sabiha Gökçen'dən də yeni aeroporta gedib artıq evə dönməliyik. Bu dəfə Çanakkale'ni çəkə bilmədim, çünki əsasən kampdaydıq və vaxtımızı görüşlərdə falan keçirtmişik. Yəni heç ara qırağa çıxmamışıq. Gələn dəfələr sizin üçün çəkərəm. Burada dayanmışdıq. Burada McDonald's'da sifarişlər götürdük. Və həmçinin orada mini market var. Oradan da bəzi şeylər aldıq. Deməli, gəldik Sabiha Gökçen'dən İstanbul aeroportuna, yeni havalimanına. Artıq qeydiyyatdan keçdik. Biraz duty-free gəzəcəyik və sonra yollanırıq artıq qeydiyyatımıza tərəf. Burada belə MM'dən şurası düzəltiblər şirin. Yəni fərqli bağlamada məhsullar var. Burada da Nusret. Neye gedim ben yiyeyim bak. Bak Nusret orada yoktu. Neye gedim bak. Yalandan pukaştım ona göre. İşim gücüm tutarım. Belə də qoyublar. Və növbəti səyahət vloqumuzun, növbəti səfərimizin sonuna gəlib çatdıq. Sizi bilmirəm, amma mən səyahətləri o qədər çox sevirəm ki, hətta səhər dura bilməyən insan havalimanı adı gələn kimi səhər rahatlıqla dururam. Və səyahət vloqlarını özüm həm izləməyi, həm çəkməyi də çox sevirəm. Düzdür, səyahət zamanı fokusun bəzən yayınır, andan həzz almaq əvəzinə sən çəkilişlə məşğul olursan və nəticədə çox da istədiyin kimi istirahət etməyə bilirsən, yəni tam da relax modda olmursan. Həqiqətən istirahətinin bir hissəsini qurban verirsən. Amma qarşılığında nəticə çox da ürək açan olmayanda təbii ki, insan məyus olur və artıq düşünürsən ki, heç dəyərmi bunu etməyə. Amma mən yenə də sadiq qalıb çəkilişlərimi edəcəm, paylaşacağam. İnanıram ki, mən əgər sadiq qalsam, gecəyə tez əziyyətimin bəhrəsini mütləq görəcəm. Sizdən də xahişim olacaq ki, bu videonu bəyənib, bölüşüb, rəy bölməsində fikirlərinizi yazıb, kanala da abunə olmağı unutmayasınız. Çünki bir YouTuber üçün, YouTube'a çəkiliş edən üçün çox əhəmiyyətli olan məqamlardandır. Bu videonu da sonadək izlədiyiniz üçün çox sağ olun. Özünüzə yaxşı baxın. Növbəti videolarda görüşənədək sağ olun.